Demək müəllimlər, nümayəndələrini bir-bir əzbərə bilməlisiniz. Sxeminə baxıb hansı çiçək qrupunu olduğunu bilməlisiniz. Sözlə ifadəsini bilməlisiniz. Məsələn, ola bilər şəklini verər. Deyər ki, bu çiçək qrupuna aid bitkiləri seç. Ola bilər şəklin verməz. Deyər ki, uzanmış əsas çiçək oxu üzərində saplaqsız çiçəklərin növbə ilə yerləşdiyi çiçəklərə aid olan bitkini seç. Deməli, siz avtomatik bilməlisiniz ki, söhbət nədən gedir? Sadə salxımdan gedir. Saplaqlı desəydi, e, sadə sümbüldən gedir. Saplaqlı desəydi, deməli, sadə salxımdan gedəcəkdi. Yəni, həm sözlə ifadəsini bilməlisiniz, həm sxematik təsvirini bilməlisiniz, həm nümayəndələrini əzbərə bilməlisiniz. Yəni, bu dərs əzbərçi dərsdir. Buna görə də əzbərləmək zorundayıq. Davam edirik. İndi isə tozlanmaya başlayırıq. Tozlanma mövzusuna. 119. Müəllimlər, bura qədər sualınız yox idi. Yoxdursa, mən davam edirəm. Nədir tozlanma? Erkəkcik tozcuğunun dişicik ağızcığına düşməsi prosesinə tozlanma deyilir. Tozlanma təbiətdə iki əsas forması var. Öz-özünə tozlanma və çarpaz tozlanma. Çarpaz tozlanma təbiətdə daha qədim tozlanma üsuludur və onun da formaları var. Külək vasitəsilə, ümumiyyətlə abiotik amillər vasitəsilə, biotik amillər vasitəsilə və bir də süni forması var. İnsanlar vasitəsilə aparılır. Bunun da ən qədimi külək vasitəsilə çarpaz tozlanmadır. Çünki ilk dəfə əmələ gələn toxumlu bitkilər, çılpaq toxumlular məhz külək vasitəsilə çarpaz tozlanmışdırlar. Şəkildə sxematik olaraq burada çarpaz tozlanmanı, burada öz-özünə tozlanmanı göstərir. Hər bir bitkinin hansı tozlanma üsulundan istifadə etdiyini və bu tozlanma üçün hansı uyğunlaşmalara sahib olduğunu və həmçinin də deməli nümayəndələrini əzbərə bilməliyik. İndi baxaq görək öz-özünə tozlanma nədir? Bir çiçəyin tozcuğunun, erkəkcik tozcuğunun həmin çiçəyin dişicik ağızcığına düşməsi prosesinə öz-özünə tozlanma deyilir. Ola bilər ki, bu da təzə dərsliklərdə, köhnə dərsliklərdə yer almasa da, təzə dərsliklərdə verilib və düzgün də verilibdir. Mən də həmişə onsuz da dərslikdə olmasa da bunu demişəm. Məsələn, ola bilər ki, eyni bitkidir. Bu çiçəkdəki tozcuq gəlib bu çiçəkdəki dişicik ağızcığına düşür. Bu da öz-özünə tozlanmadır. Hökm deyil ki, eyni çiçəyin içərisindəki tozcuq eyni çiçəyin dişicik ağızcığına düşsün. Eyni bitkidə gedirsə, deməli, burada artıq biz öz-özünə tozlanmadan danışacağıq. Öz-özünə tozlanma üçün uyğunlaşma əlaməti var. Məsələn, ola bilər ki, təbiətdə çox iki cinsli çiçəklər var. Öz-özünə tozlanmanın ən birinci şərti zaten iki cinsli olmadır. Amma təbiətdə əksər iki cinsli bitkilər öz-özünə tozlanmırlar. Onlar çarpaz tozlanmaq üçün bioloji uyğunlaşmalar qazanıblar. Çünki öz-özünə tozlanma nəsil cırlaşmasına səbəb olan bir şeydir də. Bunu artıq biz bilirik genetikadan, həmçinin də seleksiyadan. Ona görə də onlarda uyğunlaşmalar yaranıb. Amma təbiətdə təbii ki, öz-özünə tozlanan bitkilər durur, mövcuddur. Burada necə olmalıdır? Erkəkcik sapı daha uzun olur. Yəni erkəkcik dişicikdən daha hündürdə yerləşir ki, gəlib tozcuq həmin çiçəyin dişiciyinin ağızcığına düşə bilsin və eyni zamanda erkəkcik və dişicik eyni vaxtda yetişməlidirlər. Məsələn, iki cinsli olub öz-özünə tozlanmayan bitkilərdə erkəkcik, məsələn, qarğıdalının özü bir cinslidir, bir evlidir. Bir cinsli çiçəklər bir evli olsalar belə öz-özünü tozlandırmayacaqlar.
o heç. Amma hətta iki cinsli olanında belə ya erkəkcik ya da dişicik ayrı-ayrı vaxtlarda yetişir və yaxud erkəkcik dişicikdən daha aşağıda yerləşir ki, o öz-özünü tozlanmanı təmin eləyə bilməsin, çarpaz şəkildə tozlansın. Amma burada görürük, hündürdə yerləşir, eyni vaxtda yetişməlidir. Bunlar adətən ətirsiz, görkəmsiz, nektarsız olurlar. Nəyinə lazımdır ki, bir də əziyyət çəkib kimisə xoşuna gəlmək dərdində deyil, çünki heç kimə ehtiyacı yoxdur. Özü özünü tozlandıracaq. Taxıl bitkilərindən bir dənə qarğıdalını çıxırsız, bir də çovdarı çıxırsız. Yerdə qalan bütün taxıl bitkiləri öz-özünə tozlanır. Qarğıdalını niyə çıxdınız? Çünki bir cinslidir. Bir cinsli. Öz-özünə tozlanmanın şərti iki cinsli olmadı. Qarğıdalını artıq bilirsiniz. Bir cinslidir. Bir evli, bir cinsli. Qıça və süpürgə çiçək qrupunda erkək və ya dişi çiçəkləri yerləşir. Çovdarı da ona görə çıxdınız ki, çovdarı da seleksiyada demişdik. Uzun erkəkcik sapına malikdir. Erkəkcik sapı çiçəyin içərisindən bayıra sallanır və ilmək dəyən kimi tozlanmanı təmin edir və demişdik ki, külək vasitəsilə tozlanır. Ona görə də ona kütləvi seçmə tətbiq eləyirdilər, çarpaz tozlandığına görə və viatka cinsi də məhz cins nə idi? Viatka sortu da, çovdarın viatka sortu da məhz bu cür alınmışdı. Yəni kütləvi seçmə tətbiq etməklə alınmışdı. Ona görə qarğıdalı ilə çovdarı çıxırsınız, yerdə qalan bütün taxıl bitkilərini deyirsiniz ki, öz-özünə tozlanır. Arpa, buğda, darı, çəltik, vələmir. Bura noxudu da aid eləyə bilərsiniz. Bura pambığı, kənafı, kətanı da aid eləyə bilərsiniz, amma pambıq, kənaf və kətan çiçək açılandan sonra çarpaz tozlanır. Yerdə qalanları çiçək açılmamış çarpaz tozlanır. Məsələn, testlərdə qarşınıza belə bir sual çıxa bilər. Hansı bitkidə heç zaman çarpaz tozlanma ehtimalı yoxdur? Və yaxud hansı öz-özünə tozlanan bitkinin çarpaz tozlanma ehtimalı da var? Deməli, çiçək açılandan sonra tozlanırsa, bunun çarpaz tozlanma ehtimalı da ola bilər. Və yaxud da belə bir sual çıxa bilər qarşınıza. Bitkiləri genetik müxtəliflik yaranma ehtimalına görə çoxdan aza doğru düzün. Deməli, siz genetik müxtəliflik öz-özünə tozlanma zaten bizə vermir də. Siz götürəcəksiniz birinci öz-özünə tozlananları. Amma burada da tutaq ki, bir arpa verib, bir pambıq verib, sonra bir dənə də gilas veribsə, birinci arpanı və ya buğdanı qoyasınız. Çünki çiçək açılmamış gedir bunlarda və yaxud da nə bilim, kartofu qoyacaqsınız. Sonra pambığı və yaxud kətanı qoya bilərsiniz. Çünki onlarda tozlanma çiçək açılandan sonra gedir. Deməli, genetik müxtəliflik yaranma ehtimalı var. Yəni, çarpaz tozlanma bir ehtimalı var. Ən sona da elə çarpaz tozlanan bitkini, almanı, nə bilim, gilası və s. qoya bilərsiniz. Yəni, bu şəkildə də suallar qarşınıza düşərsə, çaşmayın, deməyin ki, kitabda belə şey yazılmayıb. Hər şey kitabda yazılsa, onda gərək 40 cilt kitab oxuyaq. Davam eləyirik. Sonra gəlir çarpaz tozlanma. Çarpaz tozlanmada isə bir çiçəyin erkəkcik tozcuğu başqa bir çiçəyin dişicik ağızcığına düşməsi prosesinə çarpaz tozlanma deyilir. Təbiətdə daha çox çarpaz tozlanmaya rast gəlinir və bunlarda dişicik, erkəkcik müxtəlif vaxtlarda yerləşir. Erkəkcik dişicikdən şəkildən də görürsünüz ki, daha aşağıda yerləşir ki, gəlib bunun düşə bilməsin də, bura getsin başqasının dişiciyini, belə deyək, tozlandırsın. Və bunun da növləri var dedik. Küləklə çarpaz tozlanma, bu daha qədimidir. Deməli, bunlarda da əlvan çiçək yanlığı olmur. Eynilə öz-özünə tozlananlarda olduğu kimi çiçəklər ətirsiz, görkəmsiz, nektarsız olur. Erkəkcik sapı çovdardan da nümunə göstərdik. Bu daha uzun olur ki, zəif külək onların tozcuqlarını ətrafa səpələyə bilsin. Və əgər külək bunu səpələyirsə, deməli ki, tozcuq itkisi mütləq şəkildə çox olacaq. Ona görə də bunların əksəriyyətində tozcuqlar çoxsaylı olur. Quru olur, yüngül olur ki, yaxşı yayıla bilsin. Sonra çiçəklər adətən
qrup halında bitir. Çiçək qrupu da əmələ gətirə bilər. Məsələn, çox asanlıqla yırğalana bilən, məsələn, meh dəyən kimi silkələnə bilən sırğa və ya salxım çiçək qruplarında, yəqin ki, fındığın o erkək çiçəklərinin sırğa çiçək qrupunda olduğunu görmüsünüz. Dişi çiçəkləri bir qədər başqa cürdür. Erkək çiçəkləri belə sallanır salxım kimi. Salxım çiçək qrupu elə göstərir ki, bu küləklə tozlanan bitkidir. Bir də bu çiçək qrupu oldu. Bir də bitkinin özünün qrup halında bitməsi var. Yəni bitkilər qrup halında bitirsə, bu da onların küləklə çarpaz tozlanmasından xəbər verir. Çünki külək də o tozuğu lap ora-bura gedib tullamasın da, gedib o bitkini tapmaq şansı olsun, belə deyək. Ona görə də onlar qrup halında bitirlər. Bir də çiçək yanlığı olmayan və yaxud çiçək yanlığı yaxşı inkişaf etməmiş bitkilər, bunu da kimə götürəcəksiniz? Təbii ki, küləklə tozlanmaya. Məsələn, ətirsiz, görkəmsiz, kiçik, bunu öz-özünəyə də götürə bilərsiniz, küləklə də götürə bilərsiniz. Amma çiçək yanlığı yoxdur və ya zəif inkişaf edib deyirsə, bunu da öz-özünəyə götürməyəcəksiniz. Öz-özünənin gərək çiçək yanlığı yaxşı olsun ki, onu qorusun. Amma küləyə mane olaraq çiçək yanlığı. Ona görə siz bunu götürəcəksiniz. Bax, bu tapşırıqlar dərslikdə cümləsi olmasa da, dərslikdə tapşırıqların içərisində verilib, indi göstərərəm sizə. Yəni, ona görə bunları da vurğulayıram sizin üçün. Hansı bitkilərdə küləklə tozlanan? Təbii ki, iki evli bitkilər mütləq şəkildə belə olacaq. Qovaq, söyüd, çovdarı dedik, qarğıdalını dedik, palıdla toz ağacını da gəlin üstünə. Bunlar külək vasitəsilə çarpaz tozlanan bitkilərdir. Bəs həşəratla çarpaz tozlanan bitkilər, bunların xüsusiyyətləri nədir? Demək, bunu artıq canlı tozlandırır. Deməli, bu canlının xoşuna gəlməlidir. Xoşuna gəlmək üçün cəlbedici olmalıdır. Çiçəkləri görkəmli, xoşa gələn, əgər balacadırsa çiçək qrupunda toplanacaq və ya iri əlvan çiçək yanlığına malik olacaq, nektara və tozcuğa malik olacaq, yoxsa həşəratın nəyinə lazımdır? Ya nektarı olacaq ki, həşərat gəlsin bu nektarı sorsun. Ya da, məsələn, lalədir, xaşxaşdır. Baxın, dərsliyin cümlələridir. Lalə və xaşxaş bitkilərində deyir, nektar olmur. Onda amma o həşəratı necə cəlb eləsin? Onun çoxlu sayda tozcuqları olur və tozcuqla qidalanan, tozcuq yeyən böcəklərlə tozlandırılacaqdır. Bu da onların bir uyğunlaşmasıdır. Sonra başqa nə uyğunlaşmalar deyə bilərik burada? Elə bitkilər var ki, yeni dərsliğində elə qoy sizə diqqətinizə çatdırım, yeni dərslikdə olan bəzi şeyləri konkret adı ilə deyəcəm sizə. Məsələn, səhləb, yabanı səhləb olan qaş səhləbi və ya xarı bülbül. Deməli, xarı bülbülün ikinci adıdır da qaş səhləbi və ya dediyinə görə. Bunların çiçəyinin forması və rəngi dişi arıya bənzəyir. Erkək arı da, mənim YouTube'da da var, belə bir tozlanma videom, orada da o barədə danışmışam. Erkək arılar, bu dişi arıları dişi arı hesab eləyirlər bu çiçəkləri. Ona görə ona maraq göstərirlər və gəlib onun üzərinə qonurlar və arının bunun güclü hərəkətləri oradakı tozcuqları silkələyir. Erkək arının bədəni tozcuqlara örtülür və onlar gedir başqa bir, onu cəlb eləyən başqa bir səhləb çiçəyinə qonduqda bu şəkildə tozlanmanı təmin etmiş olur. Və yaxud da qıf şəkilli çiçəklər kəpənək kimi uzun boru şəkilli sorucu ağzı olan həşəratları və koalrobi nə idi? Kalibri quşlarını özünə cəlb eləyir. Bir də bu da yeni dərsliyin, yeni nəsil 7-ci sinif dərsliyinin cümlələridir. Mavi və bənövşəyi rəngli çiçəklər arılar üçün daha cəlb edicidir. Qırmızı rəngli çiçəklər isə kəpənəklər üstünlük verirlər. Və həmçinin də deməli, gecə çiçək açan bitkilərdə onların ləçəkləri deyir parlaq yox, əksinə şirin və ətirli olur. Məsələn, bir də iyinə görə.
milçəklə tozlanan bitkidə köhnə kitablarda rafleziyanı verirdi. Bu yeni kitabda isə gəndalaşı verir. Deyir ki, onlar çürüyən ət iyi verirlər. Ona görə ki, onlar milçəklərlə tozlanacaqlar. Yəni milçəyin xoşuna gələn bir şey olmalıdır da. Kimin nə xoşuna gəlir, onu cəlb edir. Hamının indi ətirindən xoşu gəlmək məcburiyyətində deyil. Milçəklərin də iylənmiş ətiyindən xoşu gəlir. Sonra ətirli tütün və gecə çiçəyi bitkiləri. Bunlar gecələr çiçək açırlar. Ona görə də gecə həşəratları tərəfindən tozlanırlar. Deməli, onların gecə daha yaxşı seçilmək üçün ağ rəngli ləçəkləri olacaq ki, gecə qara, cücə qara olmasın. Və çox güclü ətrə malik olurlar ki, ətri ilə də həşəratları cəlb eləsin. Günə baxan, astra, georgen kimi bitkilər və həmçinin meyvə ağaclarının əksəriyyəti bir həşəratla Son tozlanır. qatda eybi yox ya, heç olmaz. Zəhmət olmasa səsi bağlayın. Sonra bir şeyi də deyim sizə ki, bu nektara malik olan çiçəklərdə çox xəsisliklə ifraz olunur nektar. Olduqca zəif, damcı demək olar ki, nəyə görə bu belə, bu da belə bir bioloji uyğunlaşmadır. Yəni o bolca onu ifraz eləsə, həşərat gəlib onun birini yeyəcək, soracaq, doyacaq və ikinci çiçəyə qonmaq ehtiyacı duymayacaq. Amma o xəsisliklə ifraz eləyir bu şirəni. Bu doymasın. Getsin başqa çiçəyə, buradan bu çiçəyə. Hətta deyir, bir gün ərzində bir dənə deməli arı, eşək arısı yüzlərlə deyir çiçəyi tozlandırır. Yəni tozlanmada həşəratların, xüsusən də arıların və kəpənəklərin çox böyük rolu vardır. Amma təkcə həşəratlar mı tozlanmada iştirak edir? Xeyr. Məsələn, tropik bitkilərdən bəzilərini kolibri quşları, bal soranlar, bəzi tutuquşular tozlandırılır. Məsələn, kolibrilərin uzun dimdiyi var və boru şəkilli dimdiyi var. Onlar o çiçəyin nektarını sormaq üçün əlverişlidir bu cür dimdik. Həmçinin də məməli heyvanlar da tozlanmada iştirak edə bilər. Kimdir bunlar? Bəzi gəmiricilər, məsələn, opossumlar, kisəli gəmiricilərdir də bunlar. Kenqurular və yarasalar. Bunlar da bitkilərin tozlanmasında iştirak edən heyvanlardır. Sonra küləklə tozlanan bitkilər, hansı ki, məsələn, qızıl ağacdır, fındıqdır, bunu da ekologiya mövzularında demişdik. Onlar əvvəlcə çiçək açırlar, sonra yarpaq əmələ gətirirlər. Bunun da bioloji səbəbi var. Çünki yarpaqlar küləklərə mane olacaq və onların o küləklə tozlanmasını, çiçəklərin küləklə tozlanmasının qarşısını ala bilər, onu əngəlləyə bilər. Məsələn, əgər hava çox yağışlıdırsa və yaxud da demək xoş keçmirsə, soyuqdursa, bu zaman həşəratla tozlanan bitkilərin tozlanmasında problem yarana bilər. Bu zaman isə süni tozlanmadan istifadə olunur. Süni tozlanma təbiətdə mövcud deyil, lakin insanlar tərəfindən aparılan bir tozlanma üsuludur və adətən yeni bitki sortlarının yaradılmasında da, bitkilərin məhsuldarlığının artırılması məqsədi ilə də bundan istifadə olunur. Məsələn, küləklə tozlanan bitkiləri də bəzən hava küləksiz keçirsə, köhnə dərsliklərdə nümunə kimi yazırdı, qıf şəklində bir yığırdılar, sirkələyirdilər o qarğıdalının erkəkcikli çiçəklərini, tocuqları ora yığırdılar, sonra gətirib səpirdilər qıça çiçək qrupunda olan dişi çiçəklərin üzərinə və bu şəkildə süni çarpaz tozlanmanı həyata keçirirdilər ki, məhsuldarlıq yüksək olsun. Sonra tozlanma haqqında daha nə deyə bilərik? Məncə hər şeyi dedik. Baxın, bu tapşırıqları deyirdim. Görürsünüz, yazıb kiçik, görkəmsiz çiçəklər yaxşı inkişaf etməmiş çiçək yanlığına malikdir. Siz görürsünüz, burada bəzi xüsusiyyətləri öz-özünə tozlanmanı da xatırladır. Amma burada yaxşı inkişaf etməmiş çiçək yanlığı gördünüzsə, o zaman bunu götürəcəksiniz küləklə tozlanmağa. Çiçəklərində nektar olur, götürəcəksiniz həşəratla tozlanmaya. Tolcuqları iridir, səthində çıxıntılar olur. Bu təbii ki, həşəratla tozlanmaq üçündür ki, tolcuq iri və səthində çıxıntı ona görədir ki, həşəratın tükcüklərinə, bədəninə asanlıqla yapışa bilsin. Tolcuqlar quru və kiçik olur. Bu nəyin əlamətidir? Küləklə tozlanmanın xüsusiyyətidir.
Çiçəklərinin güclü ətri olur. Bu güclü ətir kimi cəlb eləyə bilər? Həşəratı. Çiçəklərində nektar olmur. Nektar olmur. Öz-özünə tozlanmada da olmur. Küləklə tozlanmada da olmur. Külək üçün də maraqlı deyil nektar. Öz-özünə tozlanma üçün də maraqlı deyil. Çiçəkləri iri olub əlvan çiçək yanlığına malikdir. Bu cəlb eləmək üçündür. Hər halda küləyi cəlb eləyəsi deyil, özünü cəlb eləyəsi deyil, həşəratla tozlanmanın əlamətidir. Çiçəkləri ətirsiz olur. Həm külək üçün, həm də öz-özünə tozlanma üçün aid xüsusiyyət ola bilər. Çiçək qrupları iri çiçək qrupunda toplanır. Bunu çiçək qrupunun bioloji əhəmiyyətindən də danışdıq ki, həşəratları uzaqdan cəlb eləmək üçün bir uyğunlaşmadır. Bitkilər qrup halında bitir. Bitkinin qrup halında bitməsi küləklə tozlanmanın xüsusiyyətidir. Ona görə ki, o polcuq itkisi zaten baş verəcək. Ən azından qrup halında bitəndə gedib o bitkinin üzərinə düşmək, öz növündən olan bitkinin üzərinə düşmək ehtimalı olsun deyə bu cür uyğunlaşma əmələ gəlmişdir. Belə, tapşırıqlara özünüz də sonra baxa bilərsiniz. Müəllimlər, bura qədər sualınız yoxdur. Hər şey aydındırmı? Yenə də bu bir dənə 7-ci sinif dərsliyindən də sizin üçün əlavə bir şeylər deyim. Məsələn, burada panagüllə və suzanbağı, zaten bunu bayaq dedim. Suda yaşayan bitkilərdə tolcuqlar su üzərində üzür və bitkinin erkəkçiklərindən dişiciyə doğru hərəkət edir. Bu barədə də bayaqki cümlələrimizdə dedik. Yəni, burada elə bir başqa yeni bir mənim demədiyim yeni dərslikdə və yaxud köhnə dərslikdə mənim demədiyim bir şey qalmadı. Davam eləyirik. Keçək onda orqanizmlərin cinsi, orqanizmlərin yox, elə çiçəkli bitkinin cinsi çoxalmasına keçək. Biz bu dərsi, ikiqat mayalanma dərsini ontogeniz mövzusunda təbii ki, daha geniş keçmişdik. Hər halda 6-cı sinif dərsliyindən keçəsi deyiləm sizə. Bunu özünüz oxuyarsınız. Mən elə qayıdıram 9-cu sinif dərsliyinə. Keçmişəm onsuz da. Amma bir daha keçirəm sizə. Təkrar biliyin anasıdır. Amma mütləq şəkildə, mən sizə səhifələri dedim, müəllimlər. Demədimsə, bir dənə zəhmət olmasa onu qeyd eləyin. Deməli, dərslikdən oxuyacaqsınız. Səhifə 71, 6-cı sinif dərsliyindən səhifə 71, 74, 119, 122, amma bir də 9-cu sinif dərsliyindən yenə qayıdacaqsınız. Bu ikiqat mayalanma mövzusunu səhifə 85-dən başlayır, ta ki 88-ə qədər 9-cu sinif dərsliyindən də oxuyacaqsınız. Səhifələri qeyd eləyin. Gələk bitkilərdə cinsi çoxalmaya. Biz bitkilərin vegetativ yolla çoxalmasından, yəni qeyri-cinsi yolla çoxalmasından keçən dərsimizdə danışmışdıq. Lakin cinsi çoxalması isə təbii ki, çiçəyin iştirakı olaraq gedəcək. Çiçəkli bitkidən təbii ki də söhbət gedir. Digər bitkilərdə cinsi çoxalma yoxdurmu? Çiçəkli olmayan bitkilərdə təbii ki var. Məsələn, biz yosunların özündə də əlverişsiz şəraitdə cinsi yolla çoxalmadan danışmışdıq. Məsələn, xlamidomonada yosununun, ulotrix yosununun cinsi çoxalmasından danışmışdıq. Və hətta demişdik ki, yosunlarda həm izoqamiya, həm anizoqamiya, həm də ooqamiya, yəni hər üç tipdə qametlərin birləşməsi ilə mayalanmanın getdiyindən danışmışdıq. Məsələn, deyirdik ki, xlamidomonadada, ulotrixdə izoqamiya idi. Eyni ölçüdə, eyni quruluşda olan qametlər əmələ gəlirdi və onların da haploid xromosom dəstinə malik olan deməli bədənləri, tallomları var idi. Sonra bir də cinsi prosesdən də danışmışdıq. Spirogira yosununda, düzdür, biz yosunları, bitki şöbələrini keçəcəyik hələ, amma məsələn, cinsi bitki, ontogeniz mövzusunda bunlara toxunmuşduq qısa da olsa. Məsələn, spirogira yosununda cinsi prosesdən, konjugasiyadan danışmışdıq. Bu barədə yenə də YouTube-da mənim videomda var. Baxa bilərsiniz video şəklində, yəni orada da belə video kimi görəndə daha yaxşı beyninizdə proses oturacaq. İki spirogira mühtəviyyatı bir-birinə qarışırdı və sonra onlardan bir ədəd ziqot əmələ gəlirdi və ziqot meyoz yolla bölünərək 4 ədəd spor əmələ gətirirdi.
haploid spor əmələ gətirirdi. Üçü məhv olurdu, birindən yeni spirogira yosunu başlanğıc alırdı. Yəni burada biz spirogiranın say artımını görmədiyimiz üçün biz buna cinsi çoxalma demirdik. Cinsi proses konjugasiya adlandırırdıq. Həmçinin nəsil növbələşməsi ilə də yosunlarda laminariya və porfira yosunlarının çoxalmasından danışmışdıq. Bunlarda cinsi və qeyri-cinsi nəsil bir-birlərini əvəz eləyirdi. Cinsi və qeyri-cinsi nəslin bir-birini əvəz elədiyi bitkilərə, həmçinin ali sporlu bitkilərdən mamırlarda və qıcıkimlərdə də danışacağıq. İndi şöbələrini keçəndə daha geniş danışacağıq. Yəni bunlarda nəsil növbələşməsi gedirdi. Məsələn, kimdə ki bitkinin özü cinsi nəsil idisə, məsələn, mamırlarda bitki, yetkin fəal cinsi nəsil idi. Deyirdik ki, onlarda cinsi nəsil üstünlük təşkil edir də, çünki o daha uzun ömürlüdür. Amma məsələn, qıcıkimlərdə deyirdik ki, bitkinin özü qeyri-cinsi nəsildir və onlarda üstünlük təşkil edən nəsil elə qeyri-cinsi nəsil idi. Qeyri-cinsi nəsilə sporofit nəsil, cinsi nəslə qametofit nəsil və ya üzərində qametlər əmələ gətirən nəslə qametofit, üzərində sporlar əmələ gətirən nəslə isə sporofit və ya qeyri-cinsi nəsil deyirdik. Toxumlu bitkilərdə, yəni çılpaq toxumlularda və örtülü toxumlularda da ümumiyyətlə onlarda deyirik ki, cinsi nəsil reduksiyaya uğramışdır. Yəni çox az bir həyatının bir ontogenezinin çox kiçik bir dönəmi cinsi nəslə malik olurdu. Ona görə deyirik ki, onlarda demək olar ki, cinsi nəsil reduksiyaya uğramışdır. Qametofit çox güclü reduksiyaya uğramışdır deyirik. İndi gəlin baxaq, bizim bugün əsas məsələmiz çiçəkli bitkilərdə iki qat mayalanmadır. Çiçəkli bitkilərdə erkək qametofit tozcuq dənəciyi olacaq və o erkəkcik tozluğunda yetişəcək. Ona görə erkək qametofit deyirik ki, qametlər məhz orada əmələ gələcək. Yəni tozcuq dənəciyində əmələ gələcək. Dişi qametofit isə yumurtacığın içərisində olan rüşeym kisəsi hesab olunacaq. Çünki dişi cinsi hüceyrəsi yumurta hüceyrədə məhz rüşeym kisəsində əmələ gələcək. Ona görə deyirik ki, tozcuq dənəciyi erkək qametofit, rüşeym kisəsi dişi qametofitdir. Görürsünüz, çox az bir dönəm o həyatda ontogenezdə olur. Ona görə deyirik ki, cinsi nəsilləri reduksiyaya uğramışdır. Yeganə bitki şöbəsidir ki, örtülü toxumlular şöbəsi, onlarda iki qat mayalanma baş verir. Yerdə qalan heç bir bitkidə biz iki qat mayalanmadan danışmayacağıq. İlk dəfə olaraq iki qat mayalanmanı 1998-ci ildə Rus alimi Navaşin kəşf eləmişdir. Bir iki qat mayalanmanın getməsindən bir toxum əmələ gəlir və bu bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak eləyir və bu 4 hüceyrədən yalnız 3-ü qametdir, biri isə diploid xromosom dəstinə malik olan mərkəzi hüceyrədir və bu 3 qametin ikisi erkək qametdir, spermilərdir, biri isə dişi qametdir, yumurta hüceyrədir və indi gəlin bu proseslə tanış olaq. Deməli, burada çiçək göstərilir, çiçəyin erkəkciyidir və çiçəyin erkəkciyidir və çiçəyin dişiciyidir. Deməli, erkəkcik də ibarətdir erkəkcik sapından və tozluqdan, dişicik də ibarətdir dişicik ağacığından, sütuncuqdan və yumurtalıqdan hissələri ilə biz artıq tanış olduq. Erkəkciyin tozluğunda çoxlu sayda tozcuqlar olur, hansı ki biz buna deyirik ana tozcuq hüceyrəsi. Ana tozcuq hüceyrəsi deyiriksə, deməli o diploid xromosom dəstinə malikdir, yəni 2N-dir. Və burada
meyoz prosesi gedəcək. Ümumiyyətlə bitkilərdə qametlər bilavasitə mitoz prosesindən əmələ gəlir. Lakin mitozdan öncə meyoz prosesi də getməlidir ki, diploid xromosom dəsti haploidə düşsün. Ona görə də ana tolcuq hüceyrəsi ilk növbədə meyoz bölünmə keçirdir. Meyozdan bilirik ki, bir ana tolcuq hüceyrəsindən 4 ədəd hüceyrə əmələ gələr və bu hüceyrələr spor adlanır. Daha dəqiq desək, mikrospor adlanır. Çünki biz dişidə makrospor anlayışından bunları bir-birindən fərqləndirmək üçün ölçüsünə görə erkəkdə buna mikrosporlar deyəcəyik. 4 ədəd mikrosporun hər biri deməli qalın qlafla örtülərək tolcuq dənəciyinə çevrilir. Və tolcuqlar əvvəlcə bir nüvəlidirlər. Sonra orada mitoz prosesi gedir və 2 hüceyrəyə və ya 2 nüvəyə bölünür. Əslində bu tam bölünmə deyil, yəni burada endomitoz gedir, yəni içəridə yalnız nüvə bölünməsi gedir və əmələ gələn nüvələrin biri böyük olur, buna generativ nüvə deyirik, digəri kiçik olur, buna vegetativ nüvə deyirik. Həmin bu vegetativ nüvə ikinci dəfə bir də mitoz prosesi keçirdir və ikinci mitoz nəticəsində generativ nüvə 2 ədəd spermiyə başlanğıc verir. Deməli, 2 ardıcıl mitozdan sonra spermilər əmələ gəlir. Spermilərin əmələ gəlməsi, deməli, bu tolcuq gəlib, tolcuq borusu əmələ gətirəndən sonra da baş verə bilər. Yəni dişici yağılcığında da baş verə bilər və yaxud ondan öncə də baş verər. Axır ki, artıq burada yetkin tolcuq dənəciyi 3 nüvədən ibarətdir. Bunun biri vegetativ nüvədir, digər 2 hüceyrəyə isə spermilər deyirik və bu tolcuq dənəciyinin gəlib, bax, yetkin tolcuq dənəciyinin dişicik ağılcığına düşməsi prosesinə nə deyirik? Pozlanma deyirik. Və burada tolcuq dənəciyi cücərərək tolcuq borusu əmələ gətirər. Tolcuq borusu dişi bitkinin üzərində və yaxud da ikicinsidirsə, dişiciyin üzərində əmələ gələr. Çünki o tolcuq dənəciyinin cücərməsindən yaranır. Tolcuq dənəsi də dişici yağıcığında cücərər. İndi bu cücərməyində olsun, bizə bir də axı mayalanma üçün digər dişi hüceyrə də lazımdır və ya hüceyrələr lazımdır. Ona görə də gəlin indi dişi cinsiyyət hüceyrəsinin, yumurta hüceyrənin əmələ gəlməsi prosesinə baxaq. Bu da dişicikdir. Dedik, dişicik 3 hissədən ibarət oldu. Ağızcıq, sütuncuq, yumurtalıq bu şəkildəki nə görə və burada yumurtalığın da içərisində nə yerləşir? Yumurtacıq yerləşir. Yumurtacığın içərisində yumurtacığın sayı da müxtəlif ola bilər. Əgər bir ədəd yumurtacığa malikdirsə, o zaman bir ədəd toxum, bir toxumlu meyvə əmələ gələcək. Yox, neçə dənədirsə, yəni çox ədəddirsə yumurtacığın sayı, buna müvafiq olaraq da çox toxumlu meyvə əmələ gələ bilər. Və yumurtacığın içərisində gedəcək məhz proses, burada ana tolcuq hüceyrəsi var, ana hüceyrə var və ya buna ana makrospor da deyə bilərik və ana hüceyrə 2N, yəni diploid xromosom dəstinə malikdir. Və ana hüceyrə yenə də eynilə erkəkdə dediyimiz kimi meyoz prosesi keçirdəcək və meyoz nəticəsində 4 ədəd, baxın, yeni dərslikdə burada bunu yazmır, amma yeni nəsil 7-ci sinif dərsliyində, yəni sizə onu təzə ilə müqayisəli deyirəm hər dəfə, nə olar, nə olmaz. Yeni nəsil 7-ci sinif dərsliyində bu 4 hüceyrənin 4-ünün də adını makrospor adlandırır. Lakin onun biri böyükdür, 3-ü isə kiçikdir. Amma bu bizim ənənəvi dərsliklərimizdə biz görmüşük ki, yalnız bu bir dənə böyüyə makrospor deyir, yerdə qalan 3 dənəsinə elə kiçik hüceyrələr deyir. Hansı ki, onlar məhv olacaqlar, onların mayalanmada iştirakı yoxdur.
prosesdə iştirakı yoxdur. Bu makrospor isə hansı ki ana hüceyrənin və yaxud da ana makrosporun meyoz keçirtməsi nəticəsində əmələ gəldi. Deməli artıq onun xromosom dəsti düşdü enə. Bu makrospor bunun içərisində böyüyür, böyüyür, böyüyür və yumurtacığın içərisini tam tutur, tam doldurur və artıq biz buna deyirik rüşeym kisəsi. Rüşeym kisəsində bax bu bir dənə makrospor artıq orada bölünmə gedir. Bir dəfə mitoz gedir. Meyozdan sonra təbii ki, daha meyoz gedəsi deyil, mitoz bölünmə gedə bilər. Makrospor bölünür, 2 dənə nüvə əmələ gəlir. 2 nüvəli rüşeym kisəsi deyirik buna. Sonra ikinci bir də mitoz gedir. İndi hər biri 2 yerə bölünür. 4 nüvəli rüşeym hissəsi əmələ gəldi. Üçüncü dəfə mitoz gedir və 3 ardıcıl mitoz gedəndən sonra 3 ardıcıl mitoz prosesindən təbii ki 2 üstü 3, 8 hüceyrə əmələ gələr də bakteriya məsələsi kimi. 8 hüceyrənin 4-ü bir qütbdə, 4-ü isə digər qütbdədir. Hər qütbdən bir dənə hüceyrə gəlir mərkəzə və birləşir və diploid xromosom dəstinə malik olan mərkəzi hüceyrəni əmələ gətirir. Və yuxarıda qaldı 3 ədəd, aşağıda da qaldı 3 ədəd nüvə. Bunlardan biri böyükdür. Onun yanlarında yerləşən 2 ədəd hüceyrəni sinergitlər adlandırırıq. Onun əks qütbündə olan 3 ədəd kiçik hüceyrəni isə antipodlar adlandırırıq. Deməli, 5 ədəd hüceyrə, hansı ki bunlar hər biri N xromosom dəstinə malikdirlər, onlar mayalanmada iştirak etməyəcəklər. Onlar sonradan əriyib yumurtalığın divarına qarışacaqlar, yumurtacığın divarına qarışacaqlar. Mayalanmada iştirak edəcək hüceyrələrimiz bir bu mərkəzi hüceyrədir, hansı ki diploid xromosom dəstinə malikdir. Müəllimlər, o heteroqamit ola bilərmi? Ümumiyyətlə rüşeym hissəsində biz heteroqamitliyə rast gələ bilmərik. Yəni heterozigot genotipli ola bilməz. Çünki bunlar eyni bir hüceyrənin meyoz bölünməsi nəticəsində son əmələ gələn hüceyrənin mitozlarından əmələ gəlmişdir. Məsələn, bu əgər lap tutaq ki, çiyələk bitkisi olsaydı, çiyələk bitkisinin də dişisi bilirik ki, heteroqamitdir də, XY-dir, düzdürmü? O meyoz keçirəndə 4 hüceyrənin ikisi olacaq X, ikisi Y daşıyacaqdı da. Məsələn, tutaq ki, bura Y düşüb və bu Y-in mitozlarından əmələ gələn bu 8 hüceyrənin 8-i də artıq Y daşıyacaqdı. Və yaxud bura X düşsəydi, həmin o X-in mitozlarından bu 8 dənənin hamısı X olacaqdı. Və bu 2 dənə X birləşəndə yenə XX. Yəni biz burada heterozigotluğa rast gələ bilmərik. Burada olan bütün hüceyrələr homozigotdur. Və deməli, mərkəzi hüceyrədə ya XX daşıya bilərdi, tutaq ki, çiçəklək bitkisindən gedir söhbət, ya YY daşıya bilərdi. Bəzən belə testlər qarşınıza çıxacaq. Məsələn, çiyələyin endospermi nə cür ola bilər? Deməli, XX-dırsa mərkəzi hüceyrəsi X spermi ilə birləşib, bu şəkildə ola bilər və yaxud YY-dirsə mərkəzi hüceyrəsi X spermi ilə birləşib, XYY də ola bilər. Yəni, başqa 2 və burada biz başqa cür görə bilmərik. Məsələn, 3 dənə Y burada ola bilməz, çiyələk bitkisidirsə. Amma kətanda, kənafda, məsələn, onlarda əksinədir də, onlarda dişiləri homoqamitdir, erkək